ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı geniş miqyaslı hərbi əməliyyatların başlandığını bəyan edib. Telegraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı ilkin məlumatda bildirilib. Açıqlamada qeyd olunur ki, ABŞ İrana qarşı güclü zərbələr silsiləsi endirməyə başlayıb. Mərkəzi Komandanlığın məlumatına görə əməliyyatlar İranın Hörmüz boğazında 3 kommersiya gəmisinə hücumlarına cavab olaraq həyata keçirilir. ABŞ İranın Hörmüz boğazında 3 kommersiya gəmisinə hücumuna cavab olaraq zərbələr endirir deyə məlumatda vurğulanıb. Hələlik hücumların miqyası, hədəfləri və nəticələri barədə əlavə məlumat verilməyib. ABŞ prezidenti Donald Trump NATO sammiti üçün Türkiyəyə səfər edərkən İrana zərbə endirmək planını təsdiqləyib və onun həyata keçirilməsinə göstəriş verib. Bu barədə Axios Amerikalı rəsmiyə isnadla məlumat yayıb. Mənbə bildirib ki, zərbələrin nə qədər davam edəcəyi bəlli deyil. Stat: Zərbələrin nəticələrinə dair qiymətləndirməni əldə etdikdən sonra qərar qəbul edəcəyik. Statın sonu. Nəşr onu da qeyd edib ki, Trump Ankarada özü ilə birlikdə Air Force One təyyarəsində gələn hərbi nazir Pete Hegseth, dövlət katibi Marco Rubio və Maliyyə naziri Scott Bessent, həmçinin NATO sammitinin keçirildiyi məkanda əvvəlcədən olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Dan Kane və digər rəsmilərlə görüş keçirib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.